9-cu günün 1-ci sualına gəlin bir yerdə baxaq. Şərtdə deyilir ki, dövrədəki ampermetrin göstərişi 15 milliamperdir. Mənbənin gərginliyini dəyişmədən qütblərin yerini dəyişdirdikdə ampermetrin göstərişi nəyə bərabər olar? Baxın, ilk öncə gördüyünüz kimi burada cərəyanı göndərirsiniz müsbətdən. Və burada bu diod cərəyanı keçirəcək. Niyə? Baxın, diodun uc hissəsi gördüyünüz kimi bax. Bu istiqamətdə yönəlib, cərəyan da elə bu istiqamətdə olduğundan, yəni buradan cərəyanı keçirəcək və R3-dən cərəyan keçəcək. Eyni ilə burada da R2-dən cərəyan keçəcək. Amma fikir verin, R1-dən keçməyəcək. Gördüyünüz kimi diodun uc hissəsi bu istiqamətdədir, cərəyansa bu istiqamətdə axır. Deməli, artıq burada R1 rezistordan cərəyan keçməyəcək. Birinci halda ampermetrin göstərişi verilib 15 milliamperdir. Yəni I1 bərabərdir 15 yazmalıyıq. İndi mən burada ümumi müqavimət tapa bilərəm. R ümumi 1 bərabərdir. Gördüyümüz kimi paralel birləşmədir. R2 və R3. Onda olacaq R2 vur R3 bölək R2 üstə gələk R3. R2 şərtdə verilib 20. R3 80 bölək onların cəmi 100. Sıfırlara aparıram ixtisar. 2 vuraq 8 qaldı 16. İndi mənbənin qütblərinin yerini dəyişdirdikdə, yəni, bura müsbət, burada mənfi deyirəm. Yenə müsbətdən cərəyanı göndərirsiniz. Baxın, gördüyünüz kimi, bayaqlar dediyim qaydada, burada gördüyümüz kimi, diodun uc hissəsi bu istiqamətdə baxır, amma cərəyan tam əksinə axır. Deməli, artıq R3-dən cərəyan keçməyəcək. Eyni ilə R2-dən cərəyan keçir, R1-dən də keçəcək. Baxın, gördüyünüz kimi, uc hissənin istiqaməti buradır və cərəyan da həmin istiqamətdə axır. Deməli, artıq burada R1 və R2-dən keçəcək və onlar da bir-birinə paralel birləşib. Burada ümumi müqavimət tapanda R ümumi 2 bərabər olacaq. R1 vuraq R2 bölünsün R1 üstə gələk R2-yə. R1-im 30, R2 20 bölək onların cəmi. Baxın, burada ixtisarlarımı aparanda 6 vur 12, 12 qaldı. İndi mən burada I-nin R-dən asılılığını verəcəm. Hansı ki, I bərabərdir, U bölək R-dir. Və şərtdə də qeyd olunur ki, mənbənin gərginliyini dəyişmədən U sabitdir. I R-lə necə asılıdır? Tərs asılıdır. Onda yazacağım ki, I1 böl I2 bərabərdir R2 bölək R1-ə. I1 15-dir. I2 yoxdur. R2 12, R1 də 16-dır. 4-ü ixtisar aparanda məxrəcdə 4, sürətdə qaldı 3. Buradan I2-ni tapanda olacaq 4 vurulsun 15 bölək 3. Bu da bizə verəcək 20 milliamper. C variantı doğru cavabdır.